Azərbaycan çempionatının 1-ci liqasında yeni mövsüm bəzi istisnalar olmaqla təxminən gözlənilən kimi başlayıb. İlk 3 turdan sonra turnir cədvəlinə baxdıqda mövsümün startından əvvəl favorit sayılanlar öz yerində, outsiderlər öz mövqeyində, liqada baş dirələyən komandalar da öz işində. Amma bu hələ mövsümün əvvəlidir. 9 aylıq marafonun yekununda fərqli nəticələr və mənzərə də ortaya çıxa bilər. Nəzərə alsaq ki, Azərbaycan futbolunda stabil, dayanıqlı fəaliyyət göstərmək hər kluba nəsib olmur, qəfildən hər şey dəyişə bilər. Məsələn, Şaxtar Qusar klubunda olduğu kimi, mayda böyük coşqu ilə 2-ci liqada çempionluğu və 1-ci liqaya vəsiqə qazanılmasını qeyd edən Qusar azarkeşlərinin sevincli günləri uzun sürmədi. Mövsüm bitdikdən sonra sponsor şirkətin kluba himayədarlıqdan çəkilməsi xəbəri yayıldı. Bu xəbərdən bir neçə həftə əvvəl Sportinfo TV-nin kamerasına yeni mövsüm üçün 1-ci liqada çempionluğa oynayacaqlarını deyən Şaxtar Qusarın direktoru Elçin Cananov artıq maliyyə dayaqlarını və iddiasını itirmiş klubda qalmağa lüzum görmədi və istefa verdi. Futbolçuların hamısının klubla müqaviləsi mövsümün sonunda başa çatdığından oyunçular da özlərinə yeni komanda axtarmağa başladı. Ortalıqda bir Rahid Əmirquliyev qaldı, bir də baş məşqçi Elnur Abdullayev. Biz Azenkodan Qusar stadionunun təmir olunub ərsəyə gətirilməsini gözlədiyimiz halda Etibar Priverdiyevin şirkəti etibarsız çıxdı. Stadionun bərpası bir yana, çempion klub da dağılmaq təhlükəsilə üzləşdi. Yaxşı ki, belə vəziyyətdə Rahidlə Elnur Abdullayev sinəsini qabağa verdi. Əmirquliyev Şaxtar Qusarın prezidenti oldu. Klubu ayaqda saxlamaq üçün ilk addımlar atıldı. Futbolun inkişafı fondu növbəti dəfə mövcudluğunu göstərdi. Şaxtar Qusara sponsor cəlb olundu. Klubla ISPA Green Life şirkəti arasında tərəfdaşlıq müqaviləsi imzalandı. Qusar təmsilçisinə digər tərəfdaş şirkətlərin də dəstək verəcəyi deyilir. Amma onların dəstəyi gələnə qədər qatar getməsə yaxşıdır. Hələlik 3 oyundan cəmi 3 xal toplayan Şaxtar Qusar 1-ci liqanın digər iddialı komandaları ilə ayaqlaşa bilmir.